Salam salam. Anladım, anladım. Üzr istəyirəm Füzəxan. Balaca Şirin, çox sağ ol gül üçün. Decaka yeksən. Qeyrətli bacımız, çox sağ olun. Mənim dəyərli, gözəl izləyicimiz. Xoşbəxt Əli, çox sağ olun. Allah razı olsun. Görürsünüz, siz hansı səhifənin adını dəyişsəz də mən yadımda saxlayıram. Xoşbəxt Əli. Salam salam. Salam, hər kəsə salam. Yeni gələn izləyicilərimizə salam. Ekran maksimum dərəcədə bəyənəyin zəhmət olmasa dəyərli izləyicilərimiz. Ekran tıklı, bir də beni sev olaraq bir də həmişə kimi. Beni sev, 101 dən qızılca, 101 dən də populyarlıq, zəhmət olmasa səhifəmizi aktivləşdirək. Nə vaxtı canlı açmıram, bu günləri açdım. Aleyküm salam, hər kəsə salam. Yeni gələn izləyicilərimizi salamlayım. Şirin İdeya, çok sağ olun. Beni sevdin. Beni sev. Şirin İdeya'nın attığından zəhmət olmasa. Atın zəhmət olmasa. Teşekkür ederim əvvəlcədən. Ekran tıkıda maksimum dərəcə. Aleyküm salam. Salam salam. Sevda xanım, çox sağ olun. Qızılgül üçün. Görək kimləri qoşuruq. Kimlər? Sevgim Sani, misafir istəyə göndərir. Sevda xanım, çox sağ olun. Salam, Lamia xanım, çox sağ olun. Hədiyələr üçün hədiyyə ateşini tutalım. Çox sağ olun, teşekkür edirəm. Sevda xanım, çox sağ olun. 101 dən qızılgül lazım dəyərli izləyici. Əslində, o TikTok'un özə gələcək. 101 qızılgül. Salam Cəcalim, necəsiniz? Salam, çox sağ olun. Necəsiniz? Xoş gəldiniz. Geçmiş de olsa bayramınız mübarək. Çox sağ olun. Sizin də keçmiş bayramlarınız mübarək. Necəsiniz? Oğlumuz necədir? Bayramlar hər kəsin düşərli, xeyirli uğurlu olsun. Çox sağ olun. Allah razı olsun. Ruzili bərəkətli olsun. Gününüz xeyirli, uğurlu keçsin. Xoş əhval ruhiyyəsindən inşallah. Sevda xanım, çox sağ olun. Xanım getdi. Yəqin ki, Sevda xanım, çox sağ olun. Yazılar siz getdi. Üzrü sayın. Aleyküm salam. Özümüzdən danışalım. Mən özümdən danışmaq istəyirəm, oğlumdan danışmaq istəyirəm. Bir tək bu. Salam salam. Salam, hər kəsə salam. Ekran maksimum dərəcədə bəyənəyiniz zəhmət olmasın. Salam bacı, aleyküm salam. Sevda xanım, çox sağ olun. 101 dənə qızıl gül edəyində 101. Mənim bürcüm əqrəbdir, ilim əjdahadır. Çox sağ olun, xoş sözlər üçün minnətdarım. Üzümü çəkim, hə. O mənim mahnım deyil ki, mənim mahnım kalbim kırıldı. O Bədalovun mahnısıdır. Aydan anam, Çox sağ olun qızıl güllər üçün, təşəkkür edirəm. mən nə düşüncənizin ki, Allah'ın anlıyorsun, sen ne demek isterim ki? Küsmüyor olan şey yadından çıkartarsın ha. Dünən mən küsmə maraqlı deyilsin. Aleyküm salam. Ekran tıkmasını dəyişdim. Kimlər istek atıb qəbul edəcəyəm. Salam. Bir nəfərin çayı getdi harasa. Qonaq gəlmişik dəyərli izləyicilərimiz. Hazırda qonaq gəldiyimiz ünvandayıq. Allah canlarını sağ versin. Qalmağa yerimiz yoxdur. Aleyküm salam. Gəldik biz də buraya. Salam, hər kəsə salam. Yeni gələn izləyicilərdə salamlayıram. Ekran maksimum dərəcə 100K eləyəndə dəyərli izləyicilər. Beni sev. Bizim Roşan qardaşımız hardadır? Mən istek göndərəcəm. Bu dəqiqə. 101 qızılgül, 101 beni sev, 101 populyarlıq. Hamısı o 101'lərin gedir hara TikTok'un özünə, yəni özünüz də araşdıra bilərsiniz. Şirin İdeya, çox sağ olun. Ekran maksimum dərəcədə bəyənək, zəhmət olmasın. Kaç ay istemiştik?
zəng eləmişdi, dolma qonaqlığı deyirdi. Zəng elə gətirsin. Papatya çox sağ ol. Papatyalar çox sağ olun, teşekkür ederim. Nasıl demişim? Ne lazım? Bir haftalık istirahat edeceğim. Yalnız Ömürlü yalnız. Salam, Bizden de haber var. çok sağ ol. Siz necəsiniz? Teşekkür ederim hoş sözleriniz için. Dediler değil mi? Dediler İtalya'ya. Roma kardeşim. İtalya'ya gelir. İtalya'da buraya. Biz de oğlumuzla elə bir yere gedirik ki, bizi heç kim tapa bilməyəcək. Ancaq Xoşqədəm xanım tapa bilər. Tapsa da deyəcəm səni qovuşturmayacaq. Sənə sənin kimisini qovuşacaq inşallah. Salam salam. Özün kimisi nəsil olacaq inşallah. Hüseynin tərəfini saxlayanlara Hüseyin kimi oğul, Hüseyin kimi qardaş, Hüseyin kimi kürəkən, Amin, Hüseyin kimi amin, övlad amin. qismət olsun inşallah. Ay Allah. Amin. Benim neler Ondan göre var bir çektiğimi insansın. siz nereden bilirsiniz? Bir Soru tane suç izleyicilerine. mahnısı vereyim. Aha, elin gözü terazidir. Herkes gördü. Kimler? Gördü bizden. Seni gel böyle beni herkes görür. Git. Senden ayrılmamda Tamam, değiller ki tamam. pis adam düşer. Barışanlı değiller pis adam düşer. Tam gördü de. Ay bir say. Herkes gördü. Anladın mı? Hep say. Ama bir say diyor. Anladın mı? Ben gidip neyse. Artık neyse çetelenmemişim. Şükür Allah'a. Gelsinler bir cəzi desin ki, Ayşad evli olduğu ərəfədə məndən artıq əsi hərəkət edib. Artıq əsi hərəkət edib. Çok süper bağlı karşıya. Deyirəm, zaman nə deyirəm? Bəs yaş, Allah üçün güzelliğini. Birinci, kimsə nəsə deyirsə, geçsin öz ailəsindən danışsın. Boş ver, boş ver. Mən rejimə də deyirəm. Əgər bir kişi deyirsə, bir ailəni qorumaq dırdırdır, demək onun özü bəhanə. Dırdır deyir bəhanə. Sözün bizim deyəndə bəhanədir. Özümə güvənliyə, özümə güvənməli deyiləm ki, insan özünə inanmalıdır, özünü sevməlidir, özünə güvənməlidir. Özünə inan, güvən olmayandan sonra sənə kimsə inandırmaq istəyirlər, yox, təbii ki. Şükür Allah'a. Tamam, İnsan birinci dünya görür. Pek eləyək. Yox, mən səndən pek eləməyəcəm. Mən kimlə istəsəm pek eləyəcəm. Kimlə ürəyim istəyəcək pek eləyəcəm. Eşim bəy çox sağ Allah ol. kümrünü olsun. Allah kümrünü olsun. Sən necə eləyəcəksən, mən də onu Bəli, eləyəcəm. bəli, bəli. Qarşılıqlıdır. Həyatda hər şey qarşılıq olmalı. Hörmət hörmətə, hörmətçi hörmətçi. Oyun istəyə atmayın da. Bir daha oyun istəyə atsanız sizi mən blok edəcəm. Beş nöqtə çox sağ olun. İnsan özünə dəyər verməlidir, özünü sevməlidir. Sağ olun, şirin diye çok sağ olun. Bundan sonra özümə vaxt ayırmalıyım da, bəsdir. Kimlərəsə görə ömrümü çürütməli deyiləm. Həyatda hər şey insana bir... Конечно, конечно. Lara xanım çox sağ olun. Telefonum sınıqdır da, 5 illik telefonumdur. Bəzilər kimi gündə birini, ildə birini almıram ki, ya da ayda birini. Öz telefonumda, yəni öz halal pulla aldığım telefondur. O da sınıq olubdur, yerə düşməkdən, sınmaqdan, belə deyim də. Düzəltdirməyə olub imkanı, o da uşağı xəstəmişəm, özümə xəstəməmişəm. Övladıma xəstəmişəm. Aleyküm salam. Bəzilər kimi özümə vaxt ayırmamışam, bəzilər kimi özümə xəstələməmişəm. Ona görə bundan sonra daha özümə vaxt ayıracağım, daha bu qədər. Sağ ol olsun, işə də çıxacağım. Bu iş... Şu. Bəli. Salam, salam. Lara xanım, çox sağ olun.
birinci özünü sevməli, dəyər verməlidir. Başqasına dəyər verirsən, görürsən ki, o dəyərə layiq deyil də. Lazım deyil. Kiməsə dəyər verəndə görürsən ki, o dəyər qalmır, başa düşmür, anlamır, uzaqlaş. Sənə lazımdır dəyərsiz də dəyər vermək. Dəyərli şey moderatör. Hatta çox sağ beni sevsin. Sən də burada moderatör eləyim 4 nöqtə. Bir nəfər də vardı, onu da moderatör eləyəcəm. İndən sonra kim nə eləyəcək, onu da haç eləyəcək. Bu qədər. Yaşatdığını yaşayacaqsan, etmə bulma dünyasıdır. Sonra deyəcəksən, Ayşə niyə bunu bilirlərdi, Ayşə niyə onu eləyirlərdi, Ayşə eləməlidir, sən məcbur eləyirsən. Kimə danışsın? Kimə necə lazımdır söyləyir. Kimdən xətirə deyil? Mənim heç kim xətirmə deyilməz, heç kimin də baş üstün deyil. Yaxşı? Heç kimin də baş üstün deyil. Kimsə mənim xətirmə dəysin. Mənim xətirmə valideynlərim dəyə bilər uzaqbaşı. Ondan sonra heç kim dəyə bilməz. O da heyif ki, atam yoxdur bu həyatda. Cismən olması da ruhən yanındadır. Kim kimə yazıq deyir, elə yazıq vəziyyət özü düşsün inşallah. Kim kimə nə deyir, özüdür. Nəslidir, köküdür. Qanunlarımız çıxıb da, TikTok platformasında kimi təhqir edirsə, sən əsəbləşməyən. YouTube'a izləyirlər, sağ olsunlar. Həmin səhifələr götürürlər nəzarətə. İstəyir canlı sahibi olsun, istəyir izləyicisi olsun, fərqi yoxdur. Mən əsəbləşmirəm, sənin olmuşdur. Mən izləyicilərimizlə danışıram. Alına almışsan telefonda iqra olmuşsan həmişə kimi. Mən neyini üzərinizə danışmıyorum. Vəli bəy, çox sağ olun, təşəkkür edirəm. Qızılgül, 101 dənə Qızılgül, dəyərli izləyicilər. Lazım deyil. 101 dənə populyarlıq, bir də 101 dənə beni sev lazımdır. Seri, çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Göz haqqınızı halal edin, indi çay içirəm. Yəni ki, indi ağzıma çay alıram. Sabahdan 3-4 saatdır bir xanımı həkim aparmışdı. Oradaydı. Bu şey çox sağ olun, beni sev üçün. 4 nöqtə təşəkkürlər. Qızılgül, Qızılgül. 4 nöqtə. Qızılgül lazımdır bizə. Nə vaxt canlaşmıram, səhifəmi aktivləşdirməliyim. Çox sağ, hə, bax bu Qızılgüldən. Bunlar da TikTok'un özünə gedir. İstəsiz araşdıra bilərsiniz. Populyarlıqda Sevdə Qızılgüldən. Salam, salam. Ekran maksimumda zirvəyəyə zəhmət olmasın. Çayımı da tökülük, sağ olsun. Pepe hanı? Pepe çıxdı çölə. Sağ ol. Biz ayrıldıq. Yox, ayrılmamışıq. Bəzilərin üzərində qaldı arzular. Neyini? Allah qismətdə nəsib eləsəydi ayrılardıq. Allah onu yazıb, birləşdirib, qoxusun. Yazılan yazın üçün poza bilər. Allah yazılı yazın üçün poza bilməz. Bir də ki, bir ailənin dağılmağı mələklərin ağılması deməkdir. Əgər o mələklər də kimsə ağladarsa, ailəni ağlacına qoyarsa, özləri ağlacına qalar. Salam, aleyküm, salam. Əsinə, çox sağ olun. Həm də qanunlarımız var da, heç yadıma düşmür. Təzə qanunlar çıxıb. Özünüz yəqin maraqlanarsınız. Artıq evlilik iqruş qoyuncaqdır, nə də boşanmaq iqruş qoyuncaqdır. Qanunlarımız da sərtləşibdir, boşanmalarını sayını azaltmaq şərti ilə. Bir də ki, absurd evliliklər olur da, məsələn, bu gün evlənə saf boşananların. Qarşısını almaq məqsədi ilə indi qanunlarımız icra edilibdir. Neyini? İsmailova, çox sağ olun. Sevə-sevə qanunlarımıza hamımız riayət eləməliyik. Başın üstü, gözün üstü. Ya Allah, çox sağ olun. Qızılgül, Qızılgül, çox sağ olun. Qızılgüllər üçün çox sağ olun. Təşəkkür edirəm. Əgər orada məsələn
iki tərəfdən birində nəsə narışeniya olarsa, artıq əks hərəkət olarsa, gedirsən boşanmaya, videon varsa, sübutun varsa, kimlərsə bunun arxasında varsa, bezdirici hərəkətlər eləyirsə, yoldaşı öyrədirsə, həmin adamı da sutqalıq basırlar, eşitdiyim qədər. Yəni, qanunlarımız da çox qəşəng qanunlardır və yaxud da ki, valideynlər fiziki olaraq, belə deyim, deyirlər ki, ayrıl, ondan sonra adam olmayacaq, nə bu kimi sözlər deyirlərsə, məsələn, həmin valideynlər də onun gözünə qatılır. Çox da ki, valideynli. Sevə xanım, çox sağ olun, təşəkkür edirəm. Yəni ki, belə. Ona görə diqqətli olun, ailə dağıtmayın. Sağ olsunlar. Necə lazımdır, qanunlarımızda icra edilir. Rizvan bəy, çox sağ olun. Beni sev, dəyərli izləyicilərimiz. Beni sev, təşəkkür edirəm. Çox sağ olun. Qızıl güllər lazımdır maksimum dərəcədə. Odur ki, bəzilərinin arzuları ürəyində qaldı. Ayşadla Hüseyin ayrılmadı. Bəzilərinin arzuları ürəyində qalmadı. Ayşadla Hüseyin bir yerdədir ona görə. Bəzilərinin ürəyində qaldı. Bəzilərinin nəzirləri yarım çıx qaldı. Nəzir paylayacaq ki, Ayşad Hüseyin ayrılacaq, qızını, özünü sırayacaq Hüseyinə və yaxud da